Her şey sıfırlandı ve biz yeni ilin enerjisiyle hayatımıza, belə deyək, qaldığımız yerdən davam edirik. Amma ola bilər ki, bizim arzularımız, məqsədimiz, hədəfimiz dəyişdi və yaxud da əvvəlkilərə əlavələr oldu. Əsas məqsədimiz nədir? Özümüzü biraz daha inkişaf etdirmək, öz bacarığımıza, istedadımıza görə bizə verilən bu genetik kodumuzda olan enerjilərə görə arzularımızı reallaşdırmaq. Bunun üçün də hər kəs öz kodunu tanımalıdır, kimliyini bilməlidir. Yəni mən kim olduğumu bilirəmsə, mənim artıq nəyə qadir olduğumu da biləcəm. Yəni bunları açmağımız lazımdır. Bəzən olur ki, biz hansısa bacarığımızı bilmirik və başqa yerlərdə özümüzü axtarırıq. Amma bilərək istədiyimiz yönə gedə bilərik və orada bizə uyğun həyatımızı realizə edə bilərik. Özümüzü, yəni istədiyimiz seçimlə yaşaya bilərik. Ona görə də yenə də arzuları, məqsədləri gözdən keçirib nəyi necə etməliyik, onları düşünüb addım atsaq ən qısa şəkildə və yaxud da ən rahat şəkildə arzumuza çata bilərik.